Sualımızda bizdən mürəkkəb isimlər istəyir. Bu deməkdir ki, biz sadə sözləri və şəkilçi olan düzəltmə sözləri atmalıyıq. A variantında men şəkilçisi var, B-də men şəkilçisidir, C-də eyni qayda ilədir. Y variantında isə hud şəkilçisi var, deməli yerdə D variantı qalır. Daha sonra isə ikinci sualda da bizdən eyni qayda ilə mürəkkəb isimləri istəyir. Deməli biz şəkilçiləri və sadə sözləri atmalıyıq. A variantında leadershipdə ship şəkilçisi var. B-də informationda yeni şəkilçisidir. Daha sonra C variantında ment şəkilçisidir. Y variantında isə bizdə deməli burada şəkilçi var. Və yerdə isə D variantı qalır. Daha sonra üçüncü sualda bizdən eyni qayda ilə mürəkkəb isimləri istəyir və biz burada şəkilçiləri atmalıyıq. Məsələn, B variantında harvest sözünü atırıq, C variantında year sadə sözdür. Daha sonra D variantında production bu düzəltmə sözdür, bunu atırıq. Y variantında price sadə sözdür və yerdə bizim A variantımız qalır. 4-də eyni qayda ilədir, mürəkkəb isimləri tapmalıyıq. B variantında diş sözü sadə sözdür, bunu atırıq. Daha sonra C variantında foreigner er şəkilçisi var. Deməli bu düzəltmə sözdür, bu gedir. D variantında deməli people sadə sözdür, bunu da atırıq. Y variantında isə close, bunu da atırıq. Sadə sözdür və yerdə bizim A variantımız qalır. 5-də yenə bizdən mürəkkəb isimləri istəyir. Və burada informationda deməli şəkilçimiz var, düzəltmə sözdür gedir. B variantında knowledge-də yenə düzəltmə sözdür, bunu da atırıq. C variantında dom şəkilçisi var, düzəltmə sözdür, bunu da atırıq. D variantında grass sadə sözdür və yerdə Y variantı qalır. Daha sonra isə 6-cı sualda bizdən düzəltmə isimləri istəyir. Deməli biz şəkilçiləri axtarmalıyıq. A variantında lake sadə sözdür, gedir. B variantı bizim doğru cavabımızdır. Çünki burada men şəkilçisi var, shipdir və ismdir. C variantında sən sadə sözdür. D variantı chair sadə sözdür. Daha sonra Y variantında stop sadə sözdür və yerdə B variantı qalır. Daha sonra 7-ci sualda bizdən ismin cərgəsini istəyir, isim olanları. Biri 1-dir, number nömrədir. 2 never çıxırıq, heç vaxt deməkdir. 3-də other başqadır, yəni əvəzlikdir. 4-də həmçinin bu da əvəzlikdir. Yerdə qalır 1, 5, 6. 1 rəqəm, 2, daha doğrusu 5 leader, elə lider. 6 isə gardener, bağbandır və cavabımız olur A variantı. Daha sonra 8-ci sualda isə bizdən sadə isimlər istəyir. Deməli, burada heç bir şəkilçi olmamalıdır və ikinci bir söz işləməməlidir. A variantında men şəkilçisini atırıq. B variantı mürəkkəb sözdür. C variantını saxlayırıq. D variantında ship şəkilçisi var. Y variantında er şəkilçisi var. Deməli, C variantı qalır. Daha sonra 9-cu sualda isə bizdə eyni qayda ilə sadə isimləri istəyir. Deməli, yenə şəkilçiləri və mürəkkəb sözləri atmalıyıq. B variantında teacher-də er şəkilçisini atırıq. C variantında schoolboy mürəkkəb sözdür. D variantında bookcase mürəkkəb sözdür. Y variantında isə men şəkilçisi var və yerdə qalır A variantı. 10-cu sualda isə yenə bizdən mürəkkəb isimləri istəyir. A variantında childhood-da hud şəkilçisini atırıq. B variantını saxlayırıq. C variantında deməli dom şəkilçisi var, bunu atırıq. D-də is şəkilçisidir. Y variantında isə ismdir və yerdə qalır B variantı. 11-ci sualda isə bizdən compound noun-su mürəkkəb isimləri istəyir. Deməli B variantında T şəkilçisini atırıq. C variantında ans şəkilçisini atırıq. Daha sonra D variantında ikinci sözümüzü atırıq, düzəltmə sözdür. Y variantında isə deməli yenə ikinci sözümüzdə atırıq və yerdə qalır A variantı. Daha sonra 12-ci sualda isə deməli bizdən isim cərgəsini istəyir. Birincini atırıq, bigger daha böyük deməkdir, sifətdir, bunu atırıq. 2-ni saxlayırıq, müğənni deməkdir. 3-də atırıq, çünki larger daha geniş deməkdir, daha böyük, bunu da atırıq, sifətdir. 1 də olur 4, lider, elə liderdir, isimdir. Cavabımız isə olur 2, 4, A variantı. Daha sonra 13-də isə yenə bizdən isim cərgəsini istəyir. Və burada biri atırıq interesting, maraqlı sifətdir. 2 building, binadır, isimdir.
3 during ərzindədir, söz öndür. Bunu da atırıq və 4-ü götürürük. Drawing, rəsm. 2, 4 cavabımız C variantı olur. Daha sonra isə 14-cü sualda yenə bizdən isim cərgəsini istəyir. Friendly, dostcanlı deməkdir. Bu sifətdə atırıq. Li şəkilçisi var. 2 də fluent, axıcı deməkdir. Məsələn, axıcı nitq. Bu da sifətdə. Bunu da atırıq. 3 və 4 qalır. Yəni religion, din, luxury isə dəbdəbə. Cavabımız olur 3, 4. Y variantı. 15-ci sualda isə yenə bizdən isim cərgəsini istəyir. A variantda full şəkilçisi var. Bu sifəti göstərir. B variantda personal sözünü atırıq. Yəni şəxsi deməkdir. Sifətdir. Bu da gedir. C variantı bizim cavabımızdır. D variantında cloudless-da less şəkilçisi var. Sifəti göstərir. Y variantında isə amusing, əyləncəli sifət deməkdir. Bu da gedir. Qalır C variantı. 16-cı sualda yenə bizdən isim cərgəsini istəyir. A variantında famous-da all şəkilçisi var. Bu sifətin göstəricisidir. B variantında difficult, çətin deməkdir. Sifətli gedir. C variantında li şəkilçisi var. Yəni sifəti göstərir. Yəni lovely, sevimli deməkdir. D variantında full şəkilçisi var. Bu da sifəti göstərir və yerdə qalır Y variantı. 17-ci sualda yenə bizdən isim cərgəsini istəyir. Deməli, A variantında sweet, şirin deməkdir, sifətdir, gedir. B variantında hot, istidir, sifətdir, bu da gedir. Daha sonra C variantı bizim doğru cavabımızdır. D variantında big, böyük deməkdir, sifətdir, gedir. Y də clean, təmiz, bu da sifətdir, qalır C variantı. 18-ci sualda isə eyni qayda ilə bizdən isim cərgəsini istəyir. Baxırıq, beautiful-da full şəkilçisi var. Deməli, sifəti göstərir, gedir. Long, uzun, sifətdir. Bunu da atırıq. C variantı bizim doğru cavabımızdır. D variantında funny, əyləncəli deməkdir. Sifətli gedir. Y variantında full şəkilçisi var. Sifətin göstəricisidir. Qalır C variantı. 19-cu sualda isə bizdən ismi istəyir. Baxaq, burada full şəkilçisi var. Sifəti göstərir, gedir. Daha sonra B variantı bizim doğru cavabımızdır. C variantında all şəkilçisi var. Bu sifəti göstərir. Less şəkilçisi yeni sifəti göstərir. Lonely, bu da həmçinin sifətdir. Ona görə bunu da atırıq. Qalır B variantı. 20-ci sualda isə yenə bizdən mürəkkəb isimləri istəyir. A variantında şəkilçisini atırıq. B variantı deməli taste, sadə sözdür. C variantında deməli bizdə ikinci söz düzəltmə sözdür, ona görə onu da atırıq. D variantında hood şəkilçisi var, onu da atırıq və yerdə qalır Y variantı. 21-ci sualda yenə bizdən mürəkkəb istəyir və habit sözünü atırıq, sadə sözdür. B variantı bizim doğru cavabımızdır. İkincidə, daha doğrusu növbətidə store, sadə sözdür, gedir. D variantında attention, yenə bu deməli atırıq. Y variantında happiness-dən nes şəkilçisi var. Bu da düzəltmə sözdür. Yerdə qalır B variantı. 22-ci sualda isə bizdən mürəkkəb ismi istəyir. Deməli, A variantında polisini atırıq. B-də friendship-də ship şəkilçisini atırıq. C-də building-də ing var. D-də deməli handle, sadə sözdür. Daha doğrusu bu mürəkkəb söz deyil. Bunu atırıq. Yerdə qalır Y variantı. Deməli, waterfall-da, stepfather-də hər ikisi mürəkkəb sözdür. 23-də isə bizdən deməli isim düzəldən sufikslər istəyir. B variantında full və less sifət düzəldir. Able sifət düzəldir. Teen say düzəldir. Li həm sifət, həm zərf üçün istifadə olunur, amma əsasən zərf üçün istifadə olunur, gedir. Y-də isə os sifət düzəldir. Yerdə qalır A variantı. Daha sonra 24-cü sualda bizdən mürəkkəb isimlər istəyir. Bir də dom şəkilçisini atırıq. Daha sonra deməli dictation-da burada yenə deməli gördüyümüz kimi ion şəkilçisi var. Bunu atırıq. Deməli bizim cavabımız 3, 4 və 5 olur. Cavabımız D variantıdır. 25-ci sualda isə baxırıq ki, bizdən isim cərgəsini istəyir. A variantı bizim doğru cavabımızdır. B variantında old, köhnə, yaxşı deməkdir və bu sifətdir. C variantında funny, əyləncəlidir, sifətli yenə gedir. D variantında clean, təmizdir, sifətdir. Y variantında late, gecdir. Bu da həmçinin sifətdir. Yerdə isə qalır A variantı. Daha sonra 26-cı sualda isə bizdən mürəkkəb isimlərin cərgəsini istəyir.
Deməli, bizim doğru cavabımız biri 1 olur. 2-ni atırıq çünki middle çəmənlik deməkdir, sadə sözdür. 3-ü atırıq çünki qeyd etmişdik ki, German, Norman və s. bu tipli sözlər sadə sözlərdir. 3 gedir. 4-də isə yenə deməli, statesman hərəsi ayrıqda özünün mənası olduğu üçün bu da bizdə mürəkkəb sözdür. 5-də isə ment şəkilçisi var və yerdə qalır 1-4 Y variantı. Daha sonra 27-ci sualda bizdən isim cərgəsini istəyir. Ona görə A variantında ancient sözünü atırıq, çünki bu qədim deməkdir. B variantı bizim doğru cavabımızdır. C-də angry əsəbidir, sifətdir. Həmçinin o sifət düzəldən şəkilçidir. Expensive bahalıdır, sifətdir, gedir. Y variantı brave cəsurdur, sifətdir, bu da gedir. Qalır B variantı. 28-ci sualda isə bizdən yeni isim istəyir və burada baxaq, long uzundur, sifətli gedir. B variantı bizim doğru cavabımızdır. C variantı foggy dumanlıdır, sifətli gedir. D variantı oz şəkilçisi yenə sifəti göstərir. Clever ağıllıdır, sifətli yenə gedir. Qalır B variantı. 29-da isə bizdən yenə isim cərgəsini istəyir. Deməli 29-da baxırıq ki, wealthy zəngin deməkdir. Bu gedir, sifətdir. B variantı bizim doğru cavabımızdır. C variantında id şəkilçisi sifəti göstərir, atırıq. Amazing əyləncəlidir, sifətli gedir. Historical isə tarixi deməkdir. Yenə bu da sifətli gedir, qalır B variantı. 30-da isə bizdən mürəkkəb isimlər istəyir. Və A variantında dom şəkilçisini atırıq. B variantında goat sadə sözdür. Daha sonra deməli burada C variantında isə burada lemonade, yəni həmçinin mürəkkəb söz deyil, bunu da atırıq. D variantı bizim doğru cavabımızdır. Y variantında isə happiness-də nest şəkilçisi var. Bunu da atırıq və bizim doğru cavabımız olur D variantı. 31-ci sualda yenə bizdən isim istəyir. Smart ağıllı deməkdir. Bunu atırıq. Simple sadədir, yenə atırıq. Daha sonra 3-ü götürürük. 4 tarixdə id şəkilçisi var. Yenə bunu da atırıq və 5-i də götürürük. Bu da isimdir. 3, 5, B variantı olur. 32-də isə bizdən isim düzəldən yenə sufiksləri istəyir. A variantında teen, deməli say düzəldir, bunu atırıq. B variantında hər iki şəkilçi sifət düzəldir, atırıq. Doğru cavabımız C variantı olur. D variantında less sifət düzəldir, daha sonra full sifət düzəldir, qalır C variantı. 33-də isə deməli bizdən sadə isimləri istəyir. Deməli burada A variantında dom şəkilçi də bunu atırıq, ship şəkilçi də atırıq, men şəkilçi də atırıq. Daha sonra deməli distinction da həmçinin bizdə düzəltmə sözdür və yerdə qalır nə? Y variantı. 34-də isə deməli compound nasıl istəyir? Mürəkkəb isimləri. Burada 2-ni atırıq, sadə sözdür. Daha sonra destination, yenə bu mürəkkəb söz deyil, atırıq. 1-i götürürük, 4-ü götürürük, 5-i atırıq, men şəkilçisi var və 6-nı götürürük. 1, 4, 6, C variantı. Daha sonra 35-də də eyni qayda ilə bizdən mürəkkəb isimləri istəyir. 1-i götürürük, 2-ni atırıq. Daha sonra 3-ü götürürük. 4-də yenə population'da deməli mürəkkəb söz deyil. Daha sonra 5-i də atırıq və 6-nı götürürük. Olur nə? 1, 3, 6, C variantı. Daha sonra 36-da bizdən düzəltmə sözləri istəyir. Və düzəltmə sözləri götürməyimiz üçün bizə şəkilçilər lazımdır. Deməli, burada 4 sadə sözdür. Onu atırıq. Daha sonra deməli 2-də expense sadə sözdür. Ona if şəkilçisi artırdıqda expensive olur, amma bu sadə sözdür. Daha sonra biz deməli 1-i götürürük, 3-ü götürürük və deməli amusement deyilən men şəkilçisi var. Onu götürürük. 1, 3, 5. Downside isə mürəkkəb sözdür. Bunu da atırıq. Olur nə? 1, 3, 5, D variantı. Daha sonra 37-də isə düzəltmə isimləri istəyir. İndi biz şəkilçisini tapmalıyıq. Ment şəkilçisidir, 1-i 1-dir. 2-də deməli effort sadə sözdür, atırıq. 3-ü götürürük. Daha sonra 4 deməli bizdə mürəkkəb sözdür, bunu atırıq. Daha sonra deməli spaceship bizdə mürəkkəb yeni sözdür, bunu da atırıq və yerdə nə qalır? 1, 3, 5 Y variantı.
Daha sonra 38-də deməli bizdən sadə sözlər istəyir. Biz şəkilçiləri və mürəkkəb sözləri atmalıyıq. Healing-də ing şəkilçisi var, bunu atırıq. Daha sonra deməli baxaq Y variantında. Burada men şəkilçisi var, bunu da atırıq və D variantı masterpiece mürəkkəb sözdür, bunu da atırıq. Və daha sonra B variantında burada society, yəni düzəltmə sözdür, bunu da atırıq və yerdə nə qalır? C variantı. Daha sonra 39-da yenə bizdən sadə isimlər istəyir. Şəkilçiləri və mürəkkəb sözləri atmalıyıq. Baxaq, burada A variantında ing şəkilçisi var, onu atırıq. B variantında deməli creativity düzəltmə sözdür, onu atırıq. C variantı bizim doğru cavabımızdır. D variantında deməli selection düzəltmə sözdür, onu da atırıq. Və Y variantında multitask mürəkkəb sözdür, onu da atırıq və yerdə qalır C variantı. 40-cı sualda isə simple nouns istəyir bizdən sadə isimləri. Baxaq, buradan. Məsələn, obesity bizdə düzəltmə sözdür, bunu atırıq. Yəni, burada məsələn, et şəkilçisi var. Daha sonra B variantında deməli conclusion düzəltmə sözdür, bunu atırıq. Daha sonra C-də lightning ing var. Yenə bu bizdə düzəltmə sözdür, bunu da atırıq. Deməli, D bizim doğru cavabımızda surrounding-də isə yenə ing var. Qalır D variantı. 41-də yenə isim cərgəsini istəyir. Deməli, burada baxırıq nəyə? Holy müqəddəs deməkdir. Ona görə sifətdir. Bunu atırıq. B-də id şəkilçisi var. Sifəti göstərir. Bunu da atırıq. D variantı anxious all şəkilçisi var. Sifəti göstərir. D variantını saxlayırıq. Y variantında isə yenə all şəkilçisi var. Qalır D variantı. 42-də isə bizdən isim cərgəsini istəyir. A variantında all şəkilçisi var, sifəti göstərir. B variantında həmçinin all sifəti göstərir. Baxaq digər variantlara. Affordable-da able şəkilçisi yəni sifəti göstərir. Daha sonra deməli biz D variantını saxlayırıq. Y variantında isə yenə all şəkilçisi sifəti göstərir. Qalır D variantı. 43-də isə bizdən yenə isim cərgəsini istəyir. Burada A variantında ultra modern sifətdir, gedir. B variantı insecure yenə sifətdir. Həmçinin courageous şəkilçisi var. Sifəti göstərir bu. Bunu da atırıq. C-də deməli id şəkilçisi yenə sifəti göstərir. D-də isə wealthy var dövlətdir, yəni zəngin deməkdir. Bunu da atırıq. Qalır yerdə Y variantı. Daha sonra 44-də isə bizdən yenə isim cərgəsini istəyir. Baxaq bu suala. Deməli, accidental, qəza ilə bağlı olan deməkdir, yəni sifəti göstərir, bu gedir. Essential, vacibdir, yəni sifətdir, gedir. Daha sonra spiritual və incredible hər ikisi sifətdir, yəni incredible, inanılmaz, bu gedir. D variantında isə sufficient, yəni kifayət qədər deyə bilərik və geridə qalır nə? Y variantı. 45-də də bizdən isim cərgəsini istəyir. Baxaq, burada deməli bizdə A variantı doğru cavab olacaq. B variantında magnificent. Burada və yaxud da ki, obese həmçinin həddən artıq çox kök deməkdir, sifətdir. Bu da gedir. Daha sonra C variantında expensive, bahalı deməkdir. Yenə bu da sifətdir. D variantında deməli id şəkilçisi var, yenə sifəti göstərir. Y variantında isə patriotic, yəni vətənə bağlı, vətənpərvər deməkdir. Bu da yenə sifət gedir. Qalır A variantı. 46-da isə deməli bizdən istəyir yenə nəyi? İsim cərgəsini. Baxaq, buradan stressful-da full şəkilçisi var. Bu sifəti göstərir. Daha sonra deməli B variantını biz saxlayaq. C variantında deməli courageous-da all şəkilçisi var. D variantında secret-də id şəkilçisi var. Yəni sifəti göstərir. Y-də isə yenə all şəkilçisi var. Sifəti göstərir. Qalır B variantı. 47-də də isim cərgəsini istəyir. Baxırıq. A variantında artificial, süni deməkdir. Yenə sifətdir. Bunu atırıq. Deməli, B-ni saxlayaq. C-də deməli global və innovative hər ikisi sifətdir. Global, yəni globaldır. Innovative isə yenilikçi deməkdir. Yəni sifətdir. Hər ikisini atırıq. D-də isə able şəkilçisi var. Sifətdir. Bunu da atırıq. Y-də isə id şəkilçisi var. Yəni bu da sifəti göstərir və yerdə qalır B variantı. 48-də isə bizdən isim cərgəsini istəyir. 48-də deməli safe təhlükəsizdir. Safe atırıq, yəni sifətdir. Daha sonra B variantında worthwhile dəyər deməkdir. Yəni nə isə bir növ etməyə dəyər və yaxud da ki, bu kimi mənalarda.
Yəni qısacası sifətdir. C variantını deməli biz saxlayaq. D variantında ideal və impatient hər ikisi sifətdir. Yəni ideal və deyim ki, səbirsiz. Ona görə bu variantları da atırıq. Y variantında isə terrific çox yaxşı deməkdir. Və yerdə qalır C variantı. 49-da isə bizdən isim cərgəsini istəyir. Incredible, inanılmazdır sifətli gedir. Daha sonra biz B variantını saxlayırıq. C variantında deməli painstaking, bu bizdə sifətdir. Yəni ağrı götürücü, ağrı bir növ kəsici mənasında sifət olaraq gedir. D variantında isə id şəkilçisi var, bunu da atırıq. Və Y variantında isə picturesque, mənzərəli deməkdir. Bu da sifətli gedir. Daha sonra isə 50-yə baxaq. 50-də bizdən isim cərgəsini istəyir və burada deməli patient, səbirli deməkdir, sifətli gedir. B variantında all şəkilçisi var, yenə sifəti göstərir. C-də deməli id şəkilçisi var, yenə sifəti göstərir. D-ni biz götürürük. Y variantında isə nowadays və innovative atırıq. Nowadays bu günlərdə deməkdir, isim deyil. Innovative isə yenə yenilikçi deməkdir, yenə sifətdir, bunu da atırıq. Daha sonra isə 51-ə baxaq. 51-də isə bizdən şip şəkilçisiyə düzələ biləcək isimləri istəyir. Burada biz leadership, liderlik deyə bilərik. Childhood deyirik, bu olmur. Championship, çempionluq, bu da olur. 4-də kingdom olur, bunu atırıq. 5-də freedom olur, bu da gedir. Və friendship, dostluq. Bizim doğru cavabımız 1, 3, 6 D variantıdır. 52-də isə bizdən isim cərgəsini istəyir. Deməli, reliable-da able şəkilçisini atırıq. Daha sonra deməli 2-də remedy müalicədir, onu götürürük. Daha sonra smooth, hamar deməkdir, sifətli gedir və 3 olur. 2, 3, A variantı. 53-də isə bizdən isim cərgəsini istəyir. Interesting, maraqlıdır, sifətli gedir. Ceiling, tavandır, isimdir. 3-də boring, sıxıcıdır. Building, binadır və surprising isə yəni təəccüblü deməkdir, yəni təəccübləndirən. Və doğru cavabımız 2, 4, A variantı olur. Daha sonra isə 54-də tour sözünə hansı şəkilçiləri artıra biləcəyimizi soruşur. Məsələn, deyə bilərik ki, turizm, yəni Azərbaycanda turizm, daha sonra turist elə turistdir. Cavabımız da olur B variantı. Daha sonra 55-də bizdən soruşur ki, real sözünə hansı şəkilçiləri artıra bilərik. Məsələn, realizm, realizmdir, sonra reality, reallıqdır. Doğru cavabımız da olur 3, 4, D variantı. 56-da isə bizdən bu sözlərə hansı şəkilçini artıra biləcəyimizi soruşur. Cavabımız olur ship şəkilçisi, yəni leadership və friendship. Daha sonra 57-ci sualda bizdən yenə bu sözlərə hansı şəkilçini əlavə edə biləcəyimizi soruşur. O da olur or şəkilçisi, yəni conductor və sailor. 58-də isə yenə eyni qayda ilə hansı şəkil artıra biləcəyimizi soruşur və olur ment şəkilçisi, yəni enjoyment və development. 59-da da yenə eyni şəkilçidir, movement və agreement. Daha sonra 60-da və biz burada artıra bilərik and şəkilçisini, servant, assistant. 61-də isə bizdən soruşur ki, isimlər hansı cərgədədir, yəni doğru cərgəni seçməliyik. Deməli, B variantında terrible, burada şəkilçi sifəti göstərir, yəni dəhşətli, çox pis deməkdir. C-də aktiv deməkdir, elə bu sifətli gedir. Bizim doğru cavabımız A variantıdır, yəni digər variantlara da baxaq. Deməli, careless-də less şəkilçisi var, sifəti göstərir, gedir. Attractive isə cəlbedici deməkdir, yəni sifət deməkdir, gedir. 62-də deməli bizdən isim cərgəsini istəyir. A variantında taller, bu sifətdir, yəni daha hündür deməkdir. B-də deməli cruel, qəddar deməkdir, sifətli gedir. Tiny, balacadır, sifətli, yenə bu da gedir. Deməli D-də highly, yüksək dərəcədə deməkdir. Bunu da atırıq və yerdə qalır Y variantı. 63-də isə bizdə yenə bu sözlərə hansı şəkilçini artıra biləcəyimizi soruşur və burada TH şəkilçisidir. Yəni strength, güc və length, uzunluq. 64-də bizdən isim cərgəsini istəyir. Burada musical, yəni musiqili deməkdir, sifətdir. Bunu atırıq. Deməli, B variantı bizim doğru cavabımızdır. C variantında o şəkilçisi sifəti göstərir, atırıq.
patriotic, vətənpərvər deməkdir, sifəti gedir. Y variantında isə unique, yəni unikal, qeyri-adi, yəni az tapılan deməkdir, yenə sifətli gedir, qalır B variantı. 65-də isə eyni qayda ilə bizdən isim cərgəsini istəyir. Deməli, ignorant, cahil deməkdir, sifətli gedir. B-də id şəkilçisi var, yenə sifətli gedir. Daha sonra deməli fizi, bu bizdə sifəti göstərir, bunu da atırıq. Deməli, D variantında massive, çox böyük, geniş deməkdir. Yenə bu da deməli sifətli deyə atırıq və yerdə qalır Y variantı. 66-da isə deməli bizdən isim cərgəsini istəyir. Burada id şəkilçisi var deyə bunu atırıq. Deməli B variantında id şəkilçisi var, yenə bu da sifətdir. C-ni saxlayaq. D-də essential, vacib deməkdir. Yenə bu da sifətdir. Y-də isə impolite, nəzakətsiz deməkdir, yenə sifətdir və yerdə qalır C variantı. 67-də isə bizdən isim cərgəsini istəyir. Bizim doğru cavabımız elə A variantıdır. B variantına deməli talkative, ünsiyyətcil danışan deməkdir, yenə sifətdir. C-də free, azaddır, yenə bu da sifətli çıxır. Honest, dürüsttür, sifətdir. Angry, əsəbidir, yenə bu da sifətdir. 68-də isə bizdən isim cərgəsini istəyir. Deməli, burada justify, yəni feildir, bunu atırıq. Daha sonra B variantında broaden, genişləndirmək, yenə bu da feildir. C variantı bizim deməli backward, bunu da atırıq, bu da isim deyil. D variantında deməli bu curious-də ol şəkilçisinə görə atırıq və yerdə qalır nə? Y variantı. 69-da isə bizdən yenə isim cərgəsini istəyir. Deməli, burada bilingual bizdən sifətli, yəni iki dilli deməkdir. Daha sonra fierce bizdə, yəni sifətli, bunu da atırıq. C variantı bizim doğru cavabımızdır. D variantında isə confident, özgüvənli deməkdir, sifətli çıxır. Daha sonra Y variantında consistent, davamlı deməkdir. Bu da sifətli gedir, qalır C variantı. 70-də isə bizdən mürəkkəb isimləri istəyir. Deməli, A variantında predator çıxırıq. Daha sonra biz deməli B variantında evidence, visibility hər ikisini atırıq. Deməli C-də feature atırıq, qalır burada D variantı. Y-də isə deməli defense atırıq, qalır D variantı. Ondan sonra isə 71 və 72-ci suallara baxaq. 71-də bizdən düzəltmə ismi istəyir. Deməli sadə və mürəkkəb sözləri atmaq lazımdır. Məsələn, excuse, sadə sözlük gedir. Burada boredomda dom şəkilçisi var. Generosity-ni hardship atırıq. Məsələn, hardship-də ship şəkilçisi var. D variantı bizim deməli supplement-də mən şəkilçisi var. Onu da atırıq və yerdə qalır deməli nə? Bizdə daha doğrusu buradan düzəltmə isimləri istəyirdi. Məsələn, A variantına excuse atdıq. Bu bizdə sadə sözdür. Daha sonra deməli landslide mürəkkəb sözdür. Bunu atırıq B variantında. C variantı bizim doğru cavabımız olur. D variantına deməli podcast sözünü atırıq. Y variantına isə approach atırıq və burada C variantı qalır. Çünki generosity-də percentage və hardship hər biri düzəltmə sözdür. Məsələn, burada ship şəkilçisi var, age-dir, sonra burada deməli it şəkilçisidir. Qalır C variantı. Və 72-ci sualda isə bizdən düzəltmə ismi istəyir. Deməli, buradan baxaq. Bizdə A variantı ilə doğru cavab olacaq. B variantına trade sadə sözdür. Might sadə sözdür gedir. Progress, constant, yəni bunları atırıq və Y variantında isə face yəni sadə sözdür. Qalır A variantı. Burada air şəkilçisidir, sonra age-dir, occurrence-dir. Hər biri düzəltmə söz yaradır.